Əziz, mehriban uşaqlar, gül balalar, 4 illik təhsil müddətimiz başa çatdı. Yəni 4 ildə siz böyüdünüz, 4 yaş keçəldiniz, mən də 4 yaş qocaldım ay uşaqlar. Mənlə beraber demək olar ki, sizlə beraber mən də keçəldim. Bu illər ərzində acılı şirinli günlərimiz çox oldu. Xatirələrimiz çox oldu. İncə, zərif, sevindirici, kövrəldici. Bu xatirələrin hamısı zaman gələcək. Siz həmişə onu çox şirin, çox gözəl, yadda qalan xatirələr kimi danışacaqsınız. Buna söz yoxdur. Uğurlarımız oldu indiyənə qədər lap çox, sonsuz sayda. 2024-2025-ci tədris ili başa çatdı. Başqa illər kimi qazandığınız uğurların bu ildə də sayı çox oldu. Mən çox fərəhləndim, sizlə fəxr elədim. Ona görə də həmişə uğurlarınızı məktəb müdiriyyəti tərəfindən qiymətləndirdik. Müdiriyyətin iştirakı ilə, yəni Eldəniz müəllimin iştirakı ilə. Bugün də yenə sizin uğurlarınızı qeyd eləmək üçün Eldəniz müəllim özü iştirak edəcək burada. İştirak edir daha doğrusu. Əsas da çox bizə fəxr edici bir vəziyyət yarandı ki, məktəbimizin şagirdi, yəni bizim sinifimizin, 4A sinifinin şagirdi Həzrət Dumanov, yəni Dumanov Həzrət bütün yarışlarda, idman yarışlarında, musiqili, incəsənət yarışlarında, məktəbin bütün tədbirlərində çox uğur göstərdiyi kimi məktəbimizin adını da demək olar ki, respublika səviyyəsində göylərə qaldırdı. Kings Beynəlxalq Məntiq Olimpiyadasına qalib oldu. Məktəbimizə, mən deyərdim elə rayonumuza qızıl medal gətirdi. Qızıl medal gətirdi. Bu çox böyük uğurdur, bizim fəxrimizdir. Demək olar ki, Həzrət bizim başımızı göylərə ucaltdı. Mən arzu edirəm Həzrət, sənin gələcək həyat yolunda belə bir-birindən rəngarəng uğurların olsun, bir-birindən də gözəl qələbələrin olsun. Məktəb kollektivini, eləcə də ailə üzvlərini, valideynlərini çox sevindirəsən. Səni hamımız ürəkdən təbrik edirik və sənə müdiriyyət tərəfindən təşəkkürnamə elan olub, bunu təqdim etmək istəyirik. Dumanov Həzrət Kings Beynəlxalq Məntiq Olimpiyadasında qalib olduğuna görə təbrik olunur. Alqışlayın. Alqışlayın. Buraya Eldəniz müəllimin yanında şəklini çəkək. Birə baxın, 1, 2, 3. Əliyeva Ayə. Qasımova Zeynəb. Bunun burada bir dənə çəkim. Mənim bir dənə baxın. Zayıf Arif. Məmmədova Nur. Baxın, görürsünüz. Eldəniz müəllim, nənə ilə babanız tapmış ki, tövsiyələrinizi də verin. Əskərov Hüseyin. Baxın bura. Namazova Xalidə. Sevda müəllim, baxın. Təbrik edirəm hər Eldəniz birinizi. müəllim, siz Gələcək oradan, mən buradan durarım. təhsilinizdə sizə uğurlar arzu edirəm. Buraya gəl. Məmə? Hə, Eldəniz müəllim, siz də durun.
Dönüp şurada küçük kıza sevinciyle yürürüm. Doğma mektep yollarında bir vaxt senin sözlerine gizli gizli gülerdik biz. Deyəndə ki vaxt gələcək, bu günləri anacaksın. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir canlı geri getir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir canlı geri getir. Qoşa hörük örmək üçün uçlarına beyaz lenti, kəpənək tək vurmaq üçün siz çox şeydən keçəcəksiniz. Hələ də sən için alovlanıb yanacaqsınız. Onda məni anacaqsınız. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir canlı geri getir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir canlı geri getir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir canlı geri getir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir canlı geri getir. Qoşa hörük örmək üçün uçlarına beyaz lenti, kəpənək tək vurmaq üçün siz çox şeydən keçəcəksiniz. Hələ də sən için alovlanıb yanacaqsınız. Onda məni anacaqsınız. Salam əziz valideynlər, sevimli gül balalar. Uşaqlar, hər bir işin başlanğıcı olduğu kimi bir sonu da olur. Mən bugün sizin 4-cü sinifi başa vurmanızı son kimi qəbul eləmirəm. Ancaq mərhələ ilə götürsək, ibtidai sinifi başa vurduğunuza görə son deyirəm. Bir də mənimlə vidalaşdığınıza görə son deyirəm. Arzu eləyirəm ki, bu ibtidai sinifi başa çatdırırsınız. Bundan sonraki siz yuxarı sinifə qalxacaqsınız. Sizin uğurlarınız bundan da çox olsun, bundan da gözəl olsun. Demək olar ki, bizim sinifdə oxuyan uşaqların hamısı çox çalışqan, məsuliyyətli, yaxşı oxuyan uşaqlardır. Mən arzu eləyirəm ki, sizin bu həvəsiniz, bu çalışqanlığınız, bu səmimiyyətiniz, səliqə səhmanınız heç vaxt əksik olmasın. Siz həmişə belə
valideynlərin, müəllimlərin fərəhi olasınız. Mən görürəm məktəbdə bizim sinifin şagirdlərindən müəllimlər çox razı qalırlar. Özü də çox həvəslə istəyirlər ki, müəllimlərin əksəriyyəti istəyir ki, 5-ci sinifdə sizə rəhbər olsun, sizlə işini davam eləsin. O da sizin indidən, lap körpə vaxtından müəllimlərin haqqında yaratdığınız, müəllimlərin yanında yaratdığınız təəssüratla bağlıdır. Çox şükür bugünkü günə 4 il sizlə çox gözəl valideynlərlə də eyni zamanda əməkdaşlıq elədik, yaxşı oxuduq, hər işin öhdəsindən gəlməyə çalışdıq. Arzu eləyirəm ki, bundan sonra da yuxarı sinifdə də bilirəm, məktəbdə belə bir vəziyyət var. İclas zad olanda hansısa uşaqdan danışırlar, ya yaxşısından, ya pisindən. Lap 9-da olsun, 10-da olsun, 11-də olsun fərqi yoxdur. O saçca soruşurlar, ibtidaidə müəllimi kim olub? Bax, bu sual mütləq verilir. Ona görə də mən sizin hamınızdan çox xahiş edirəm. Siz özünüzü də yuxarı sinifdə o qədər gözəl apararsınız ki, soruşanda ay bu gözəl şagirdin ibtidaidə müəllimi kim olub? Siz fərəhlə, sevinclə, qürurla deyəsiniz ki, bizim müəllimimiz Sevda müəllimi olub. Mən də bunu eşidim, çox qürurlanım. Mən sizə gələcək yollarınızda uğurlar arzuluyuram. Arzu eləyirəm ki, bundan sonra da təhsiliniz, tədrisiniz çox yüksək səviyyədə keçsin. Hamınızı bağrıma basıram, öpürəm. Gələcək yollarınızda uğurlar arzuluyuram. Sizə də əziz valideynlər, indiyənə qədər uşaqlarınızın əziyyətini çəkdiniz. Çox sağ olun. Sizə də ayrıca təşəkkür edirəm. Sağ olun uşaqlar. Yolunuz açıq, işiniz uğurlu olsun. İndi gəlin bir dənə Azərbaycan himni ilə verilişimizi açıq elan edəyim. Yaş kimi şeir var idi? Hə, irəli gəl denən. Həyatda sizin üçün nə etsək belə, bu zəhmətinizin yanında heçdir. Hamımız bilirik ki, uğrumuzda neçə gecələriniz yorğun keçdi. Dünya gözəl müəllimiz, gələcəyin təməli, siz bizə zəhmət çəkirsiniz, yolumuza işıq sasan sizdir. Hər dərsdə səbrin böyükdür, əziyyətin dağlar kimi böyükdür. Adı görmək olmaz bu böyük adı. Bir ananın bir neçə övladı sahibi o, müəllimin olur minlərlə övladı. Ay, sağ ol, çox sağ ol. Sağ ol, sağ ol. Ayşun, səni qucaqlamadım, Ayşun, sağ ol. Ya. Kimimiz hüququmuz biridir, şagirdimiz hamımızın adıdır. Elə bil ki boynumuzdan binidir. Aman Allah nə xoşbəxtlik biz ondan. Bir müəllim töhmət idi dərdimiz.
Bir töhmətdən için yanırdıq. Onda bilmirik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Ya bir hələ bizim üçün nağıldır. Nə arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktubləri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anın bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anın bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Onda dünyanın şərrindən, yalandan xəbərimiz yox idi. Ömrümüzdən nefretimiz çox ramcı, sevincimiz çox idi. Özlanıb ilə pozmaqda, üçün nə asandı, nə asan. Məmsizlik vücudumuzda hələ talih yazılan pozulmayan yazıda. Ya bir bizim üçün nağıldır. Min arzuyla aşırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anın bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anın bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Billəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anın bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anın bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri, ən təmiz arzulu günləri, ən təmiz arzulu günləri. Bu Azərbaycan mahnısı deyil.
oxşamasın deyirəm. Bəzən keçin yuxularda, dönüb şılta keçik qızam. Dırcılə yürüyərəm, doğma məktəb yollarında. Bax sənin sözlərinə, gizli-gizli gülərdik biz. Öndəki vaxt gələcək, bu günləri anacaksınız. Az müəllimim, dediklərin doğruymuş, sətir, sətir. Nə olar sən o günləri bir canlıq geri getir. Əziz müəllimim, dediklərin doğruymuş, sətir, sətir. Nə olar sən o günləri bir canlı geri getir. Məndəki saçınızı qoşa hörmək üçün, uclarına beyaz lenti kəpənək tək vurmaq üçün. Siz çox şeydən keçəcəksiniz, hələ də sən için alovlanıb yanacaksınız. Onda məni anacaksınız. Az müəllimim, dediklərin doğruymuş, sətir, sətir. Nə olar sən o günləri bir canlıq geri gətir. Az müəllimim, dediklərin doğruymuş, sətir, sətir. Nə olar sən o günləri bir canlıq geri gətir. Müəllimin, dediklərin doğruymuş, sətir, sətir. Nə olar sən o günləri bir canlıq geri gətir. Əziz müəllimim, dediklərin doğruymuş, sətir, sətir. Nə olar sən o günləri bir canlı geri getir. Az müəllimim, dediklərin doğruymuş, sətir, sətir. Nə olar sən o günləri bir canlıq geri gətir. Az müəllimim, dediklərin doğruymuş, sətir, sətir. Nə olar sən o günləri bir canlıq geri gətir. Az müəllimim, la 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 la, da 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 dam, da 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 da.
öz ürəyi ilhamı var. Göhrələrin gedən yolda bir əbədi bayramı var. Hər bir elin öz yeri var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb gül övladına, qoy sevinsin hər bir anam. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb gül övladına, qoy sevinsin hər bir ana. Hey, 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 hey. Elin öz yeri var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb gül övladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb gül övladına, qoy sevinsin hər bir ana. Azərbaycan, bu müqəddəs torpağına. Baxıb gül övladına, qoy sevinsin hər bir ana. Azərbaycan, bu müqəddəs torpağına. Baxıb gül övladına, qoy sevinsin hər bir ana. Kaş tezden mən məktəbli olaydım, doğma sinifimə qayıdaydım. Kaş mənim adımı sən dərs üçün çağıraydın. Kaş tezden mən məktəbli olaydım, doğma sinifimə qayıdaydım. Kaş mənim adımı sən dərs üçün çağıraydın. Mənim əziz müəllimim, canım gözüm müəllimim, xəyalımdadır hər an sənlə keçən illərim. Mənim əziz müəllimim, canım gözüm müəllimim, səni görmək deyənə illər sonra diləyim. Sən ömründən pay verdin bizlərə, gözlərindən nur